Hər vaxtınız xeyir, Sağlam Radio 93 FM dinləyiciləri. Qarşıdakı bir saat ərzində mən Günaylı Offside efirdə olacaq və bugün tək deyiləm. Bugünkü qonağımız hər dəfə gələndə biz mənim sol tərəfimdə olan kameranı bir düzəltməyə çalışırıq. Çünki çox hündürdür. Çox keçmədən, çox uzun danışmadan qonağımızı təqdim edeyim. Neftçi klubunun və Azərbaycan milli komandasının formasını geyinən Amil Həmzəyev qonağımızdır. Xoş gəlmisən Amil. Xoş gəldik. Amil, belə deyirlər ki və özüm də müşahidə eləmişəm ki, basketbolçular həddindən artıq pozitivdirlər. Çünki oyunlardan sonra yaxınlaşanda və ümumiyyətlə yanlarından keçəndə o enerjini hiss edirəm və çox pozitiv bir enerjini ötürürlər. Bunun səbəbi nədir? Gəl biraz bir aydınlaşdırmağa çalışaq. Çünki digər idmançılarda bunu hiss eləmirəm. Futbolçular olsun, güləşçilər olsun və ya judoçular və ya digər idman növləri. Amma basketbolçularda bir dənə enerji var ki, o bütün arenanın, arenada olanların əhval-ruhiyyəsini qaldıra bilər. Mən açığı ikinci dəfədir bu sözü eşidirəm. Bizdə 2 il əvvəl liqa yeni canlanmağa başlayanda açığı əvvəllər oyunlara jurnalistlər çox da gəlmirdi, gələ bilmirdi və yaxud da ki, onların da işi ilə bağlı daha çox reytinqli yarışlarda iştirak edirdilər. Ancaq o illərdə belə eşidirdik. Deyirdilər ki, məsələn, burada əhval-ruhiyyə tam fərqlidir, enerji pozitivdir və müsahibələr də daha səmimidir, elə sözlər də eşidirdik. Ancaq səbəbini vallahi özüm də bilmirəm. Görəsən həmin jurnalistlər qələbədən sonra qalib gələn komandanın basketbolçularına yaxınlaşırlar, yoxsa məğlublar? Çünki mən adətən qələbə qazanmış basketbolçulardan fikirlərini, MVP-lərdən fikirlərini alıram və çox enerjili olurlar, amma başqa vaxtda digərlərinə də yanaşsaq yenə digərlərini bir yoxlayın, görək eyni reaksiya olar. Bunu yoxlayarıq. Yaxşı, özünü necə hiss eləyirsən? Çox yaxşı. Və formandan razısanmı? Dünən Neftçi sabah Neftçi qarşılaşmasının ən yaxşılarından biri idin özündə. Açığı belə deyim, bu sezon istədiyimiz kimi getmirdi heç cürə başlarda. Və bunun üstünə bir də zədələnməyi milli komandada, sonra bunun bərpası uzun bir müddət çəkdi və kilo problemləri də bunun üstünə gəlir, yaşın da verdiyi dezavantajla bərpa müddəti çox gedir. Ancaq son demək olar 2 həftədir deyərdim ki, həm özüm fərdi məşqlərə başlamışam, həm komanda məşqlərinə tam qoşula bilirəm. Və komandada da işlər yaxşı getdiyinə görə artıq oğlanın bir parçası halına çevrilmək daha xoşdur, daha motivasiyalıdır. Yavaş-yavaş tam formaya qayıdıram. Deməzdim ki, istədiyim formadayam, ancaq ki, əlimizdən gələni eləyirik. Öyrəşməmişdim o qədər oynamağa. Sezon başından bəri bir tək oyunda, o da məcburiyyətdən Kamran zədəli idi deyə 36 dəqiqə bir dəfə meydançada qalmalıydım. Ancaq ondan sonra heç o qədər o meydançada qalmamışdıq. Dünən 40 dəqiqə meydançada qaldıq, həm mən, həm Kamran. Ancaq belə deyim də, bizim sezon başında qurduğumuz Neftçinin hədəfi əslində dünənki oyun idi. İstəyərdik ki, sabahla finalda qarşılaşaq təbii ki. Erkən final da adlandırmaq olardı bu qarşılaşmanı. Enlərin olmamağa çox böyük təsiri idi və biz əslində sabahla püşkatmada Sumqayıtdan sonra sabahı görəndə biraz təəssüflənmişdik. Çünki fikirləşirdik ki, tam gücümüzü orada verib sonra necə davam eləyəcəyik falan. Enlərin uğursuz, belə deyim, hadisəsi bizə yaradı, belə deyək, açıq desək. Və tam ona tez sağalmasını arzulayırıq, amma xeyir verdi. Həm ziyarət də elədik xəstəxanada, inşallah tez sağalar. Çünki siz ola bilsin ki, bu günlərim rəqib kimi görsənirik meydançada, amma bizim yayda həm Avropa seçmələri, həm dünya seçmələri 3x3 yarışlarımız var ki, hansındakı Eldar millinin vazgeçilməz oyuncusudur. Təəssüf ki, oralarda da iştirak edə bilməyəcək. Bizim üçün də təbii ki, çox kədərlidir. O ayrı bir məsələ. Ancaq dünənki oyun, dünənki kubok, çempionatda uduzduğumuz böyük xal fərqi ilə yaşanan məğlubiyyət, ondan sonra yenə bu motivasiyanı özümüzdə toplayıb yenə gözəl oyun nümayiş etdirmək məncə yəni hal-hazırda əhval-ruhiyyəmiz çox yaxşıdır. Hər kəsdən yaxşıdır. Dedin ki, biraz təəssüfləndik ki, sabahla erkən qarşılaşdıq. Bəlkə sabahla oyunda məğlub olmağı düşünmüsünüz? Yox, əlbəttə ki, sabah güclü komandadır və Şirzadla Enlərin varlığından irəli çıxıb istəyirdi ki, belə deyim, finalda hər kəs ən güclü ilə qarşılaşmaq istəyir. Çünki son gücünü orada ortaya qoymaq istəyir və ən azından da məğlub olanda adı olur ki, finalda məğlub oldun.
Ona görə biraz əlbəttə ki, hər kəs istəyir ki, sabahla sonda qarşılaşsın. İndi hətta play-off sıralamasında belə hər kəs yəni fikir verir ki, birinci yer, dördüncü yerlə qarşılaşır deyə dördə düşməsin, sabahı görməsin, yarım finaldan qarşılaşmasını onlarla ən yaxşı halda finalda. O da necə deyim, məntiqli bir addımdır. Komanda olaraq, idman olaraq biz də ona çalışırdıq. Ancaq digər komandalar da yaxşıdır. Digər tərəfdən Gəncə ilə Naxçıvan yarım finalı maraqlı olacaq. NTD ilə bizim yarım final maraqlı olacaq. Mən artıq necə deyim, 5-ci mühüm bir qarşılaşmadır ki, NTD ilə yarı finalda və yaxud da finalda qarşılaşırıq. Hələ düzdür, növbəti turda da 18-ci turda da qarşılaşacaqsınız. 18-ci turda da qarşılaşacaq. Yox, normal sezonda o normaldır, ancaq birinci il yarı finalda, liqanın yarı finalda NTD-yə qalib gəlmişdik, Kubokun finalında qalib gəlmişdik. İkinci il yenə çempionatın yarı finalında, Kubokun yarı finalında hər dəfə NTD-yə bir mane olmuşuq. İndi bu dəfə də əlimizdən gələni eləyərik. NTD nə qədər yəni, qazanmaq istəyən gərək NTD-ni keçsin. Mütləq. Sənin formana yenidən qayıtmaq istəyərdim ki, statistikaları verilişimizdən əvvəl bir nəzər yetirdim və 2025-ci il başlayandan və ZD-dən də qayıdandan sonraki aylarda ən yaxşı nəticələrin Azərbaycan Kubokunda göstərilib ki, Sumqayıta qarşı oyunda 13 xala imza atmışdın və dünənki oyunda isə 8 xal. Bəlkə bu legioner limitinə görədir. Yox, həm legioner limitində təsir var. Çünki qarşıdakı müdafiəçinin də ikisinin yerli olduğunu nəzərə alsaq daha çox təsir eləyir. Həm də ki, oyunda aldığımız müddətə görə də təsir var. Mən liqada ortalama ZD-dən sonra 12-13 dəqiqə ortalama ilə oynayıram. Ancaq dünən 40 dəqiqə, yəni mənə elə gəlir 40 dəqiqə təsadüfən belə bir adam 10 xal yığar da. Mütləq ki, vaxtın təsiri var, amma 3-2-nin də təsiri var. 4-1-də o xalı yığmaq daha şeydir, necə deyim, əsl nəticə kimi gəlir mənə. Daha çətindir, maraqlı olan məncə çətin olanı edə bilməkdir. Yaxşı, 4+1 və 3+2 legioner limitlərini müqayisə eləsəydin, məsələn, növbəti mövsüm üçün hansı ilə davam etmək daha yaxşı olardı? Belə deyim, mən biz onu bir çox rəhbər şəxslərlə də müzakirə etmişik. Burada məsələ necədir? Biz komanda sayının artırılması, yerli oyunçuların kifayət qədər olmamasının səbəbindən 4+1 limiti qaçınılmaz oldu. 3+2 limiti 8 komanda halında yaxşı idi. Ancaq o ki, hətta keçən il belə 10 komanda olanda bir çox komanda yerli oyunçu cəhətdən əziyyət çəkirdi. Bu il belə hətta əziyyət çəkən komandalar var. Bir oyuncusu olanlar da bəzən Kubokda şikayətlənir və yaxud da Birzadə halında şikayətlənir. Bəzilərinə hətta yaxşı, necə deyim, daha keyfiyyətli yerli oyuncu da düşməyib, belə deyim də, cəlb eləyə bilməyiblər heyətlərinə. Ancaq ki, növbəti illərdə bu necə olar, nəyə qərar verilər, bir Superliqa ayrılar, ikinci liqamı yaradılar falan. Onlar artıq növbəti illərin necə deyim, proqramıdır. Ancaq bu il üçün 4+1 qaçınılmaz idi və məncə yetəri qədər maraqlıdır. Və yerli basketbolçuların sayının artması halında, sənin də qeyd elədiyin kimi, birinci liqa ola bilsin ki, yaradılsın, bu qarşıdakı illərdə olsun. Bu, indiki dönəmdə olmasa belə, qarşıdakı illər üçün nə dərəcədə vacibdir? Mən eşitdiyim qədərilə növbəti il yox, ondan sonraki il 8 və yaxud da 10 komandalı Superliqa və 6 komandalı ikinci liqa nəzərdə tutulur. Ancaq bu indi nə qədər realdır, nə qədər indi biraz da bu altdan yetişən uşaqların həm perspektivinə, həm sayından asılı olan bir şeydir. Hal-hazırda indi təəssüf ki, bu il məsəl üçün 20 yaşlardan ibarət millimiz iştirak eləyə bilmir Avropanın B divizionunda, çünki Ermənistanda keçirilir. 18 yaşlılarda nə qədər potensialımız var, 16-larda nə qədər var. Onların əlbəttə ki, federasiya daha yaxından izləyir və o hesablamalarla ona uyğun bir limit təyin edib, o limitlə davam edəcək. U20 millimizin Ermənistanda keçirilən Avropa çempionatında iştirak etməməyini qeyd edədin. Bunun səbəbi Ermənistan tərəfin o təhlükəsizliyi təmin etməməsidir, yoxsa? Yox, o qədər dərinliyini bilmirəm əslində, amma səhv eləmirəmsə
təhlükəsizlik təmin olunur, sadəcə biz tərəfdən imtina olunubdur. Ancaq yəni o da normaldır da, bu halda ora getməyin bir mənası yoxdur. Neftçi və Sabah qarşılaşmasına yenidən qayıdacağam. Çünki həmin qarşılaşmada nəinki Azərbaycan Kuboku görüşlərində, eyni zamanda bir neçə gün əvvəl də baş tutmuşdu Neftçi Sabah qarşılaşması və onda o arenada olan azarkeşlərin dəstəyi mənim diqqətimi cəlb eləyir ki, digər qarşılaşmalarda bu qədər bir-birlərinə qarşı belə deyək, rəqabət aparmaq istəyən azarkeşlər görməmişik. Bəli, şeydir. Mənim üçün həqiqətən çox sevindirici haldır. Nəyə görə deyirəm? Biz birinci il Gəncə komandası ilə birlikdə olanda da Gəncə Sabah oyunu hər zaman belə gözlənilən oyun idi. İkinci il isə Xəzri Sabah oyununda hər zaman belə kütlə toplanırdı, azarkeşlər çox olurdu. Və indi şükür ki, bu il də onu bacarmışıq. Neftçi Sabah oyunu maraqla gözlənilir. Futbolda olduğu kimi basketbolda da artıq. Ondan əvvəlki çünki oyunlarda biz ondan əvvəl Naxçıvan Sabaha qalib gəlmişdi. Biz Naxçıvanı böyük hal hesabı ilə məğlub etmişdik və hər kəs hətta bizi favori görənlər də var idi. İndi düzdür, bunların hər bir oyuna təsir edən faktorlar var, ancaq buna baxmayaraq biz də sezon əvvəlinə indi müqayisə ediləndə çox yaxşı gedirik komanda şəklində. Sabah da zədələrdən çox əziyyət çəkdi. Bizlə oyunda onlar ya 3-cü ya 4-cü dəfə idi ki, tam heyətlə oyuna qatılmışdılar xaricilər cəhətdən. Yəni normal haldır. Məncə elə finala Sabah Neftçi yaraşar. Sabah Neftçi qarşılaşması ilə yenə davam edəcəm. Elə bil ki, Sabah mən belə düşünürəm. Sabah yavaş-yavaş Bakını ələ keçirməyə çalışır. Bakı klubu həmişə Neftçi hesab olunubsa, elə bil Sabah həmin ada gözükür və əslində çox gözəl də rəqabət aparır. Nə demək istəyirsən? Bakı hansı klubundur? Yox, məncə Neftçini heç kim istəyə bilməz. Yəni ümumiyyətcə mən özüm Gəncə Kəpəz azarkeşiyəm futbolda. Ancaq ki Bakı deyiləndə Neftçi hər zaman Neftçi. Həm futbolda, yavaş-yavaş basketbolda, yəni ümumiyyətcə hər zaman futbol nəzərdə tutulur. Ümumiyyətcə Neftçi çox köklü bir klubdur. Neftçi 1937-ci ildə yaradılıb. İndi bu klublar gəncdir. Hətta Qarabağ belə yəni gənc klubdur da. Mən deyərdim ki, düzdür, məsələn Avrokuboklarda iştirak edəndə hamı bir ölkəni təmsil eləyir deyə o qədər dəstək olur. Ancaq ki, Neftçinin əvəzini məncə heç kim verə bilməz, verməyəcək də heç vaxt. Salam Radio 93 FM-də Upside-i dinləyirsiniz. Reklam və musiqi fasiləmiz olacaq. Daha sonra buradayıq Upside-dan. Dalğanı dəyişməyin. Amil Həmzəyev bugün qonağımızdır və onun formasına geyindiyi Neftçi komandası Azərbaycan Kubokunda yarımfinalda qarşılaşacaq NTD komandası ilə və buradan NTD-nin baş məşqçisi də bizə tanışdı, Tahir Baxşıyev. İndi Tahir Baxşıyev Neftçi barədə daha məlumatlıdır, yoxsa sən və Azərbaycan milli komandasında oynayan basketbolçularımız daha çox məlumatlıdır Tahir Baxşıyev barədə? Kim digəri barədə gizli məlumatlara sahibdir? Valla biraz qəliz məsələdir. Tahir müəllim əlbəttə ki, təcrübəlidir. Məncə onda daha çox məlumat olar. Yaş avantajı var. Və bu görüş üçün təxminlərin? Valla biz əlimizdən gələni eləyəcəyik. Belə deyim, ondan əvvəl indi bu həftə ayın 16-sı bizim NTD ilə normal liq oyunumuz var. NTD-nin ikinci yerlisi məncə yenə problem yaradacaq. Necə ki, dünənlərim Sabahın ikinci yerlisi problem yaradırdı, açığı da onlara. Əkbər Məmmədov yaxşıdır, yerli olaraq da sezonda da məncə ən yaxşılardan biridir bu mövsüm. Ancaq ikinci yerli kim çıxış eləyəcək, necə çıxış eləyəcək, müdafiədə o bizə çox avantaj yaradır, onlara çox çətinlik. Yəni biz dünənlərim onlarda məsələn bir oyunçunun keçən oyunçu mən köməyə gəldim və yaxud da bizim Kamran köməyə gəlirdi. O cəhətdən pası biraz da bunu çox etdikdə hücum artıq biz onu o qədər boş buraxırıq ki, onda da biraz özgüvənsizlik yaranır və oyuna böyük təsir eləyir. Yəni onu tam istifadə edə bilsək, məncə biz o cəhətdən avantajlıyıq. Ancaq yenə deyirəm, hələ 2 oyun var, sonra müəyyən bir fasilə var, zədələr var. İndi inşallah ki, sağ-salamat hamı tam heyətlə gəlsə, məncə biz bir yarım
addım qabaqdayıq, favoriyik deyərdim. Ancaq oyunda da bilmək olmaz. Və yarımfinalın digər cütü barədə fikirlərini də almaq istəyərdim. Gəncə və Onlar da çox Naxçıvan qəribə komandaları. bir şeydir. Finalda Mənim hansı üçün idi? keçən ilin xəzrisi onlar da şeydir, necə deyim, doğma bir komandadır. Ya Gəncə. Ya mən bu gün verilişə gəlməmişdən əvvəl qardaşımla danışırdım. Qardaşım deyir ki, Neftçi Gəncə finala çıxsa mən gəlib Gəncəyə balet eləyəcəm. Biz Gəncəni o qədər çox sevirik. Orada da necə deyim, bu dörtlük əslində tam mənim ürəyimcə olan dörtlükdür. Ancaq klub olaraq, komanda olaraq bizə kim daha rahat olar? Gəncənin 2 yerlisi yaxşıdır. Naxçıvanda Nazar yaxşıdır. İkinci Papuna bəzən yaxşı oynayır, bəzən belə açığı da oyunu tam gedir, getmir. Əlibəy də bəzən komandaya qatqı verə bilir, bəzən verə bilmir. Ancaq Gəncədə Elşadla Cəbrayıl əlbəttə ki, daha yaxşıdır. Və dünənki oyunda da yaxşı xal topladılar, hər cəhətdən komandalarına kömək elədilər. Məncə Naxçıvan məntiqlə fikirləşsək məncə daha rahat kimi gələ bilər. Ancaq Naxçıvanda da indi keçən il bir kubok oynayıblar, 2 final oynayıblar, daha təcrübəli bir heyət var. Və çox əsəbidirlər, kubok qazanmaq istəyirlər. Və o cəhətdən yəni hər ikisinin fərqli bir silahları var. Bilmirəm, orada yaxşı olan qazansın. İnşallah biz də buradan keçib finalda onlarla qarşılaşarıq. Və yenidən Azərbaycan basketbol liqasına qayıtsaq, elə eyni zamanda Azərbaycan kubokunu da daxil eləyə bilərik buna ki, liqada hazırda Neftçi 3-cü pillədə qərarlaşıb və kubokda da artıq yarım finaldasınız. Nə dəyişdi Neftçinin mövsümün əvvəlindən bu gününə qədər? O fərqi nə ilə, özünə qayıda bilməsini nə ilə əlaqələndirərdin? Belə deyim, sezon başında biraz əslində bunun maddi məsələlərlə də əlaqəsi var idi. Yəni mən bunların hamısını tam Anar müəllimin üstünə yıxmaq istəmirəm. Təəssüf ki, orada ona təqdim olunan büdcə ilə mən bildiyim qədərilə edilən transferlər uğursuz olmuşdu deyərdim. Ancaq ondan sonra İranlı məşqçi əvvəllər köməkçi məşqçi kimi dəvət olundu. Sonra Anar müəllim tərk elədi postu, Ümid Necat baş məşqçi postuna gətirildi. Cəmi bir xarici oyunçu saxladıq oradan, Brandon Sachs, digər 5-ini yolladıq, əvəzinə 6 dənə oyunçu gətirdik və orada müəyyən bir maliyyə əlavəsi də oldu. Və çünki Neftçi də artıq gördü ki, yəni keçən ilki rəqiblər deyildi, bu il 4-1-dir, bu il daha fərqlidir. Sezonun o dövrün olmasına baxmayaraq məncə bir çoxunu uğurlu transfer adlandırmaq olar. Hamısını deməzdim, ancaq bir çoxunu. Bundan da yaxşı heyət yığmaq olardı əgər vaxtında o seleksiya işləri ilə məşğul olunsaydı. Ondan sonra ancaq Ümid Necatın ailə vəziyyətə görə İrana qayıtması, bizim David İçivadzeyə o təkliflə getməyimiz, Abşeronun bunu müsbət qarşılamağı, Erhan Tokerin necə deyim, çox belə müdrik o hadisəyə yanaşmağı və mən onunla şəxsən özüm də danışdım. O dedi ki, bəs mən burada 2 dənə köklü klub var, Sabah və Neftçi, yəni onlardan birindən təklif gəlibsə mən əlbəttə ki, saxlamaram. Baxmayaraq ki, o mənə çox kömək eləyir. Onun yolunu çox kəsmərəm. Hətta getsin, özünü sınasın, inşallah alınmasa belə bir də qayıdıb bura gələ bilər. Amma görünür ki, alınır. Görünür ki, alınır. David Çivadze gənc məşqçidir, ancaq ki... Verilişdən əvvəldir, mən buna təəccübləndim. Çünki 30-40 yaşlarında bir yaş aralığında olduğunu fikirləşirdim. 27 yaşı var. Ancaq belə deyim, həm Gürcüstanda yaxşı bir dövrə rast gəlib, orada yaxşı məşqçiləri görüb, işləyib onlarla oyunçu kimi. Bura gələndə də birinci lisi Murad Dikmənlə işlədi, ikinci lisi Erhan Tokerlə işlədi. Məncə o da onun üçün böyük bir avantaj oldu və oradan necə deyim, biraz çox belə öyrənməyə meyilli insandır. Yəni gecə-gündüz həm analizlər, həm necə deyim, yeniliklər, həm Avropanı izləyir, həm NBA-yi izləyir, həm bizim liqanı izləyir. Yəni çox belə öyrənməyə ac bir insandır və bunu bacarır və əslində onun üçün də bir risk idi. Özünü toplamadığı, seçmədiyi bir komandaya məşqçi edirdi. Oyunçuların heç birini o seçməmişdi. Ancaq o riski gözə aldı. Hələ ki uğurludur. İnşallah sona qədər də uğurlu gedər və mən düşünürəm ki, gələcəkdə
Yəni adını inşallah çox yaxşı yerlərdən eşidərik. Və Neftçinin hazırda turnir cədvəlində 3-cü yerdə olması bu sürpriz oldumu? Elə David Çivcivazinin də gələndən sonra. Yox, sürpriz oldu deməzdim. Çünki artıq yeni transferlərdən sonra 3 oyun ard-arda əslində məğlub olmuşduq. Ancaq onu normal qarşılayırdıq. Çünki oyunçuların adaptasiya müddəti var idi. O müddət keçəndən sonra biz elə Sabah qələbəsi ilə başlamışdıq. 6 oyun ard-arda düzüb sonra Sabaha qalib gəlmək artıq hər kəsdə bir özgüvən yaratdı ki, ən yaxşı komandaya qalib gələ bildiksə, deməli o birisləri də qalib gələ bilərik. Düzgün, necə deyim, məşq proqramı, düzgün çalışmaq, fədakarlıq və axırda mən yəni onu gəlmədən əvvəl də çox fikirləşirdim. Məncə mütləq ki, uğur üçün fədakarlıq etmək lazımdır. Yəni bunu hal-hazırda xaricili, yerli, rəhbərlikli, məşqçili hər kəs edir. İnşallah ki, sona qədər bəhrəsini görərik. Və Neftçinin 18-ci tur çərçivəsində növbəti qarşılaşması NTD-yə qarşı olacaq ki, hazırlığa başlamısınızmı, yoxsa qarşıdakı günlərdə başlanılacaq? İndi əslində dünən yekunlaşdı oyunumuz, sabahlarım ilk məşqimizdir. İnşallah başlayacaq NTD-yə qarşı hazırlıqlara. NTD ilə seriyamız 2-1 səhv eləmirəmsə onlar qabaqdadırlar. Onlar da mövsümün ortasından sonra yaxşı transferlər etdilər. Və bizlə oyunda, son oyunda onlar qalib gələndə çox yüksək faiz yüzdəsi ilə üçlük atmışdılar və mən özüm şəxsən iştirak elədiyim bəlkə birinci oyun idi ki, o qədər yüksək faiz dərəcəsi ilə ya biz atırıq, ya bizə atırdılar üçlük. Yəni indi ona qarşı daha fərqli bir müdafiə tətbiq eləyib, inşallah əsas o üçlükləri dayandırıb qalib gəlməyə çalışacaq. Yeri gəlmişkən hazırda 18-ci tur çərçivəsində Lənkəran-Quba qarşılaşması da keçirilir və hesabı diqqətə çatdırım. 3-cü perioddayıq, son 50 saniyə qalıb və 73-73 olub. Maraqlı olacaq ki, verilişimizin sonuna qədər nə olacaq? B qrupunda da çox maraqlı oyunlar. Məsələn, Sumqayıtı qeyd etmək istərdim ki, Sumqayıt Gəncəni də uddu, Şəkini də uddu, Ordunu axırıncı oyunda uddu. Yəni belə çox sürprizlər yaşanır. Məncə bu da 4 üstəgəl 1-in verdiyi avantajlardır ki, kimin gücü kimdir. Açıq-aşkar favorit yoxdur. Lənkəran-Quba oyunu fasiləyə gedir və biz də fasiləyə gedəcəyik. Musiqi fasiləsindən sonra verilişimizə qaldığı yerdən davam edəcəyik. Dalğan dəyişməyin. Biz 3 dəqiqəlik bir fasiləyə ayrılandan sonra və efirə qaydana qədər artıq Lənkəran hesabda önə keçdi bir 3-xallıq atışla. Və Azərbaycan Basketbol Liqasının klubları ilə davam edəcək. Diqqətini cəlb edib böyük ehtimalla ki, klublarımız bir-birlərinə bəzən atmacalar da atırlar. Baxmayaraq ki, biz Neftçi klubunu bu atmacalarda iştirak etdiyi zaman görmürük. Görsək maraqlı olardı. Məncə əslində o idmanın bir növ gözəlliyidir. Azarkeşlər arasında da müəyyən bir rəqabət yaradır. Maraqlı atmacalar Lənkəranla Şəki arasında və ya Quba ilə Şəki arasında olmuş səhvlərsə belə şeylər. Quba paylaşmışdı ki, gəlirik halvanızı yeməyə. Şəki də cavab olaraq paylaşmışdı ki, əslində deyəsən Şəki başlatmışdı elə bu seriyanı. Qubaya Almanı yeməyə gəldilər. Elə qələbə də qazanmışlar. Hansısa basketbolçusu da Alman da yemişdi. Maraqlı idi əslində. Biz birinci il Gəncədə olanda da bizdə var idi belə şeylər. Bir dəfə yadımda hətta Neftçi qarşısında qalib gəlib bizim Gəncənin simvolu qurdu idi. Neftçidəki belə neft barellər var idi. Onu aşırdıb oradan da neft axır. Qurd da gəzir orada. Elə bir şeylər maraqlı. Neftçi onu indi eşitməsin. Neftçi eşitməsin. Ancaq Neftçi biraz açıq sosial şəbəkədə o cəhətdən bir səhifə üzərindən bütün idman növləri idarə olunurdu ya, futbol xaric. Bəli, Neftçi idman klubu. O məncə biraz mən açığı çox bəyənmirəm onu. O daha da professionallaşsa və azarkeşlər cəhətdən də çox maraqlı olar. Digər klublar bunu müəyyən çərçivədə əlbəttə ki, davam etsələr çox maraqlı olar. Onu məsələn mən çox elə izləmirdim. Açıq mənə çox o qədər adam atdı ki, artıq başladım izləməyə. Mən özümə də maraqlı gəlmişdi. Və liqalarla, sizin klublarımızla. Sizin səhifənin bir də axırıncı Sumqayıt oyununda o Sumqayıtda xalq almadı. O da maraqlı idi. Evet, maraqlı idi. Və
səviyyəmizə hansısa mahnını da ora əlavə İrəvanda eləmişdik. Xalq adını əlavə eləmişdiniz. Bəli. Klublarımızla və liqalarla yekunlaşdıraq. Bir də milli komandamıza gələk. Bu il ilk dəfə olaraq səhv eləmirəmsə Dünya Çempionatı 2027 Dünya Çempionatının seçmə mərhələsində iştirak etdik və qrupda səhv eləmirəmsə 7 xal toplayaraq bir qələbə ilə sonuncu yerdə qərarlaşdıq və mübarizəni dayandırdıq. Ümumilikdə bu çıxışı, performansı necə dəyərləndirərdin? Nə öyrətdi? Belə deyim, birinci dəfə idi çıxış edirdik. Əslində yaxşı başlamışdıq. İlk iki oyunun birini qalib gəlmişdik evdə Kosovaya qarşı, səfərdə İsveçrəyə qarşı pis də oynamamışdıq. Ancaq sonrakı məncə o ikinci fasilə idi əsas bizim üçün önəmli olan. Hansı ki belə deyim də biz açığı Avroliqada iştirak edən o xarici oyunçularımızdan çox dəstək alırıq. Komandanın böyük bir hissəsinin gücünü onlar təşkil edir. Biz o fasilədə onlardan istifadə edə bilmədik, Avroliqa fasilə vermirdi deyə. Məcburi başqa xarici oyunçuları, milliləşdirilmiş oyunçuları seçmək məcburiyyətinə qaldıq və tam istədiyimiz nəticəni orada ala bilmədik. Halbuki orada İrlandiya ilə səfər oyunu məncə vacib oyunlardan biri idi. İsveçrə ilə ev oyunu bəlkə də çətin olacağı gözlənilirdi, ancaq orada İrlandiya ilə oyunu qalib gələ bilsəydik, həm İrlandiyanın ümidlərini azaltmış olardıq, həm növbəti ev oyununa onları necə deyim, ehtimalsız saxlayardıq və Kosovo səfərində daha yaxşı yollanardıq. Ona baxmayaraq ancaq Kosovo səfərində çox yaxşı oyun oynadıq. Son topa qədər qaldı bütün oyun. Ondan sonra biraz qayıdış problemimiz oldu. Bu məsələyə gələcəkdim ki, İrlandiya ilə Bakıda keçirilən oyun əslində çox yaxşı performans göstərmişdiniz. Bakıya gəlib çatmağınızı buna aid eləsək. Çünki Kosovadan gəlməyinizdə bir problem, böyük problemlər yaşandı. Dilindən eşidək. İndi bizim hava şəraiti ilə bağlı bizim uçuşlarımız İstanbul üzərindən olduğu üçün İstanbuldan bütün uçuşlar ləğv olundu. Atatürk yeni aeroportdan idi uçuşlar. Sonra biz dəyişdik, onu Sabiha Gökçəndən aldıq. O da ləğv olundu. Sonra artıq bir neçə variant axtarırdıq. Ən sonunda biz avtobusla Kosovadan Serbiyaya gəldik, Belqrada. Oradan Ankaraya uçduq, Ankarada gecələdik və sabahsı gün oyuna bilib ki, tam 24 saatdan az qalmışdı biz artıq Bakıya çatanda. Axşam məşqə hətta sərbəst oldu, Tahir müəllim dedi ki, yəni istəyən qatılsın. Axşam məşqindən sonra da sabahki oyuna çıxdıq. O yorğunçuluq əlbəttə ki, hiss olunurdu. Orxanın ayağında bir necə deyim, travma ehtimalı yarandı, dartıldı, biraz əzələsi, o da risk eləməməyə çalışdı. Çünki liq oyunları da davam eləyirdi. Dontahol çox yorğun idi, Kamran çox yorğun idi. Bunlar da hamısı deyərdim ki, gətirdi məğlubiyyətə çıxartdı. Bizim üçün də həm federasiya üçün, həm bizim üçün maraqlı bir təcrübə idi. İnşallah birinci dəfə idi qatırdıq. İnşallah növbəti illərdə daha uğurlu çıxış eləyərik. Mən bildiyim qədərilə Avropa seçmələrində oynamalıyıq 5-ə 5 növbəti illərdə və düşünürəm ki, bir təcrübə qatdı bizə uzun fasilədən sonra. Biz axırıncı dəfə 2012-ci ildə oynamışdıq Avropa seçmələri və inşallah ki, növbəti illərdə daha uğurlu çıxış eləyərik. Və həmin dönəmdə ki, təsadüfə bax ki, bu qış vaxtlarında ki, Azərbaycana da o qədər qar yağmırdı və həmin ərəfəyə də təsadüf elədi, oyuna da kifayət qədər azarkeşlər gələ bilmişdi. Gəldilər, əslində dəstəklədilər, ancaq istəyərdik ki, yəni orada ehtimalımız çox az idi, ancaq yenə də istəyərdik ki, son ev oyununda azarkeşləri sevindirək. Təəssüf ki, olmadı bu dəfə, ancaq növbəti dəfələrdə və yaxud da yayda indi 3-ə 3 dünya seçməsi olacaq Bakıda, mayın 24-ü, 25-i. İnşallah orada həm qadınlar, həm kişilər iştirak edəcək. İnşallah orada üzlərini güldürərik, sevindirərik hər kəs. Sağlam Radio 93 FM-də Offside dinləyirsiniz. Musiqi və reklam fasiləmiz olacaq. Daha sonra buradayıq Offside-da. Dalğanı dəyişməyin. Amil Həmzəyev bugün qonağımızdır və Amil, sənin də az öncə fasiləyə ayrılmamışdan əvvəl qeyd elədiyin kimi may ayının sonlarında 24-25 may tarixlərində səhv eləmirəmsə Azərbaycanda Dünya Kubokunun seçmə mərhələsinin qarşılaşmaları keçiriləcək. Bu turnir barədə ümumilikdə gözləntilərin nədir? 3-ə 3-də orada da birinci dəfədir dünya seçmələrinə qatılırıq. Həm qadınlarda, həm kişilərdə təmsil eləyəcəyik Azərbaycanı. Deməli 6 komanda qatılır hər kateqoriyada və 3 komanda dünya çempionatına qatılma şansı əldə edir.
Bizim səhvləmirəmsə 2-3 gün bundan əvvəl açıqlandı qrupumuz. Biz Kanada və Böyük Britaniya ilə bir qrupdayıq. Hər qrupdan 2 komanda çıxır və finalçılar və 3-cü yerin qalibi dünya çempionatında iştirak etmək şansı qazanır. Onun ardınca Kosovada iyun ayının 8-i, 9-u, yəni Avropa çempionatı seçmələri var. Əgər dünya çempionatına seçilə bilsək, iyunun sonunda dünya çempionatının final mərhələsi Monqolistanda keçiriləcək. Avropa seçilsə inşallah o da sentyabrın 5-i Danimarkada olmalıdır. İslam oyunları da var idi yayda, ancaq havalarla əlaqədar Səudi Ərəbistanda olacağına görə, çox istilər olacağına görə noyabr ayına keçirildi. İnşallah orada da böyük ehtimalda 3-ə 3 millisi ilə ölkəmizi təmsil edəcək. Yayda həmçinin Avropa Kubokunun da ilkin təslimat mərhələsinin qarşılaşmaları keçiriləcək ki, rəqiblər də artıq bəllidir. Burada tanış ölkələr var. Söhbət Kosovo və İrlandiyadan gedir və eyni zamanda Kipr, Albaniya və Malta seçmələri ilə də qarşılaşacaqsınız. Avropa seçmələrini biz artıq 4-cü dəfə olacaq ki, 5 dəfə qatılmışıq, 3-ündə keçmişik. Biri 2014-də olmuşdu açığı. Bu son 3 ildə də 2 dəfə keçmişik. Kosovoda da indi inşallah yenə verilişin başında qeyd etmişdim, enlərin zədəsi bizim üçün ağır itkidir. Çünki ola bilir ki, Orxanın yarışları o müddətə kimi bitmir, Jordan Davisin qatılıb-qatılmayacağı tam bilinmir və hansı heyətlə qatılacağımızdan çox şey asılıdır. İnşallah sağlıq olsun, tam heyətlə getsək, düşünürəm ki, yenə Avropa seçmələrinə haqq qazanarıq və artıq mən yəni çox Avropa seçmə, tam heyətlə getsək əslində 99% əminəm ki, seçilərik. Sadəcə artıq Avropada qrup mərhələsini adlamaq və hətta yaxşı bir nəticə vermək uğrunda məncə tam hazırlaşıb bunu edə biləcək gücdəyik. Amil, ayda ildə bir dəfə bizdə Offside verilişinə bir basketbolçu gəlir və buna görə də istəyərdim ki, dünya basketbolunda baş verən bir son hadisəyə, maraqlı bir diqqət çəkən, gündəmi zəbt edən bir məsələyə fikrini öyrənim ki, bu da Luka Doncic'in Dallas'dan Lakers'a keçməsi. İndi açığı mən oxudum bir dənə məqalədə verilişdən əvvəl Dallas'da işlər yaxşı getmir. Ola bilsin ki, onlar GM-dən yollar ayırarlar. Ancaq Doncic'in Lakers'a keçməyə maraqlı idi. İndi bilmirəm nə qədər ki, nə dərəcədə uğur əldə edə bilərlər. Hətta növbəti ildə səhvləmirəmsə Kevin Durant'ı qatmaq istəyirlər Lakers'ın heyətinə. Elə bir möhtəşəm trio ilə mütləq ki, nəsə edərlər. Mən bir neçə dəfə verilişlərdə demişəm, LeBron James'in fanatıyam. LeBron hansı komandaya keçir, ora azarkeşlik edirəm. İndi avtomatik Lakers azarkeşliyəm bu il. İnşallah yaxşı çıxış eləyərlər. Ancaq biraz mərkəz mövqe oyunçuları yoxdur, zəifdir. Növbəti ildə onu da tam sürpriz bir isimlə gücləndirə bilsələr, məncə çox uğurlu çıxış edərlər. Azərbaycan Basketbol Liqasında hansısa basketbolçunun bir adını çəkə bilərsənmi ki, bu klubdan digər kluba keçsəydi o Luka Doncic effekti verərdi? Ən azından Azərbaycan üçün, region üçün. Luka Doncic effekti verərdi. Əslində biraz belə NBA sayağı takaslar deyək də yaşandı bizdə. Frolovla Andre Bol Gəncə ilə Lənkəran arasında dəyişdi. Bax, o maraqlı bir keçid idi xaricilərdən. Ancaq yerlilərdən təxmin olaraq hal-hazırda transfer pəncərəsi qapandığına görə o fikri tam bağlamışdım beynimdə. Ancaq bəlkə də bu 21 yaş altı transferlər hər zaman açıq aldığına görə Səid İsmayılovu Neftçiyə götürsəydi sürpriz olardı. Bu bir atmaca oldu və yay transfer pəncərəsində görəcəyik. Təşəkkürlər Amil, bugün maraqlı söhbətin üçün və gəldiyin üçün, təklifimizi qəbul etdiyin üçün. Çox sağ olun, dəvət etdiyiniz üçün. Bir saat ərzində Offside dinlədiniz. Sizinlə sabaha qədər sağollaşıram. Sabah saat 3-də Offside düşməyi unutmayın və yeri gəlmişkən Amil hazırda Lənkəran Quba qarşılaşmasına 1 dəqiqə 50 saniyə qalıb və 80-90 hesabı qeydə alınır ki, Lənkəran da məğlub olur. Bəli. Hələlik, özünüzdən müğayət qalın.